Avqustun 4-dən 7-sinədək Quba Olimpiya İdman Təlim-Tədris və İstirahət kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 120 gəncin iştirakı ilə Poligon Gənclərin Hərbi Vətənpərvərliyi düşərgəsi keçirilib. Düşərgə müddətində iştirakçılara Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşları, həmçinin xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən müxtəlif hərbi praktiki təlimlər və hərbi idman oyunları keçirilib. İştirakçılar arasında Məclisi Üns bədii proqramı və Heydər Əliyev və Azərbaycan tarixi mövzusunda intellektual yarış təşkil olunub. Bununla yanaşı, rəqəmsal mühitdə narkomaniyaya yox deyək mövzusunda maarifləndirici tədbir keçirilib. Düşərgə iştirakçıları müxtəlif sınaqlardan keçərək fiziki hazırlıqlarını təkmilləşdirməklə yanaşı çeviklik, intizam, məsuliyyət, liderlik və komanda ruhu kimi keyfiyyətlərini də inkişaf etdirmə imkanı əldə ediblər. Yekunda ən yüksək bal toplayan Aslanlar komandası 1-ci, İgidlər komandası 2-ci, Əqrəblər komandası isə 3-cü yerə layiq görülüb.